Muhammed sallallahu aleyhi və səlləm peyğəmbərlərin sonuncusudur. Bu əqidənin müsəlmanların dininə nə cür təsir etdiyini və bunun onlara nə qədər faydalı olduğunu açıqlayacağıq. Müsəlmanlar özlərinin şəriətinin və dininin kamil olduğuna əmin olur və bu əqidə onların həyatına dərin iz buraxır. Uca Allah İslam ümmətinə bu lütfü xatırladaraq buyurur: "Bugün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim." Əl-Maidə surəsi 3-cü ayə. Bu ayə Peyğəmbərə sallallahu aleyhi və səlləmə vəfatından bir neçə ay qabaq vida həccində nazil olmuş və beləliklə də bu din tamamlanmışdır. Elə buna görə də yəhudilər müsəlmanlara qibtə edirdilər. Buxari və Müslimin rəvayət etdiyi hədisdə deyilir ki, bir yəhudi Ömərin, Allah ondan razı olsun, yanına gəlib deyir: "Sizin kitabınızda oxuduğunuz elə bir ayə vardır ki, əgər o, biz yəhudilərə nazil olsaydı, həmin günü bayram elan edərdik." Ömər, "Bu hansı ayədir elə?" deyə soruşdu. Yəhudi, "Bugün dininizi sizin üçün kamil etdim ayəsidir" dedi. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm əvvəlki şəriətləri bircə kərpici çatmayan tikilmiş qəsrə bənzədir və özünün gəlişi ilə həmin binanın tamamlandığını bildirir. Bununla o demək istəmişdir ki, həmin binaya tamamlandıqdan sonra bir şey artırmaq mümkün olmadığı kimi, bu dinə də nə isə əlavə etmək qeyri-mümkündür.